o karvanda. İmam Sadiqin karvanında. Onun İmam Sadiqla rubəru gəldilər danışmağa. Bir dənə məşq gözü ilə götürmüşdü Seyyid İsmail Himyari. Məşq. Qumquma deyir, nə deyirsin məşq? Məşqdir, ha? Su içindən özlərinə su götürmüşdən musafir gələcəyinə, küzədən, məşqdən xulasa, o məşq. Amma məşqə su doldurmamışdı, için çaxırla doldurmuşdu, şərab içən idi. İmam onunla danışaydı, dedi, Seyyid İsmail, Seyyid də döydü, abi Seyyid döy. Sonra dedilər, ərəbdə ağa deyərlər də, şiə olandan sonra, hey dedilər, Seyyid İsmail'də əhl-i beytin nə qədər hədisi ki, Əmir əl-Muminin fəzilətində var, şeirə çəkibdi. Qiyamət eləyib. Ondan, İmam burada Seyyid İsmail, o məşqündə nə var? Dedi, su dolağı musafirət, su, yalan. İmam buyurdu ki, o su ilə biraz töşküb əlimi yuyum. Açdı məşqinin əlin tökündə, gördü məşqindən süt tökülük. Heyran qaldı. İmam bir baxdı, dedi, Seyyid İsmail imamın kimdir? Dedi, o kəsi ki, əlində çaxır, sütə dəvdin olayım. O kəsi ki, onun işarəsi ilə Allah abrımı saxladı. Bir təhavvül. Ondan oldu şuridə, dəli. Cunun deyəm, o cunun. Cunun tapdı. Ey Ali, Ali dedi. Ali, 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 Ali. Şu arada Peyğəmbər fəqət bir müharibə əlini aparmamışdı. Cəngi Təbuk idi, hansıydı? Xülasə, çox müsəlmanlar dağıldılar. Ondan Cəbrayil gəldi, bir təpənin üstündən çıxdı, dedi, Peyğəmbər səslə əlini, səslə əlini. Həzrəti Naud Əliyyəm məzhərəl əcaib. Gəl o məzhər əcaib gəlsin, təcudxu onən ləşəfin nəbaib. Gələr şəmşiri ilə qəmləri yüər. Kull həmmin və qəmmin səyəncəli. Be vilayətikə ya Əli, ya Əli, ya Əli. Cenədir. Ya Əli, ya Əli, ya Əli. Qəmləri nəzərə al, Allah qəmləri yüsün. Ya Əli, ya Əli, ya Əli. Daiş məhv olsun, şiələr nicat tapsın. Cenə denən ya Əli, ya Əli, ya Əli. Deyib, Nadəli 110 dəfə deyəsən, qəmuqusda gedər, evində ixtilaf olsa gedər, bu Nadə Əlini oxusun. Gündə çox çəkməz, 2 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə oxu günə Nadə Əlini. Sonra bu Nadə Əlini Səlman deyib, bir də gördüm Əli xurma ağacındaydı. Dedi, ləbbeyk ya Rasulallah, düşdü ya. Ya Səlman nəcür, ağa nəcür? Dedi, Səlman dalınca ki, 17 dəfə ayağımı qoydum Əlinin ayağının yerinə. 17 dəsə 1000 kilometr yol. Bir də gördüm meydanı cəngün vəsətində. Əli deyir, Allahu Əkbər. Allahu Əkbər düşməni dağıtdı. Əlidən məzlum yoxdur aləmdən.